Biz daim özümüzü inkişaf etdirsək, həyatdan zövq alarıq. Bəs özümüzü inkişaf etdirmək üçün nə etməliyik? Bir sonraki şey isə pis insanlardan uzaq durmaqdır. Təbii ki, pis insan deyilən bir məfhumu biz qəbul eləmirik. Yəni, bizim xarakterimizi pisləşdirəcək, bizə daha çox mənfi təsir edici insanlardan uzaq durmaq nəzərdə tutulur burada. Söz yox, gedəcəyimiz hər yerdə, atacağımız hər addımda mənfi xarakterli insanların ətrafımızda olması qaçınılmazdır. Bunlar olacaqlar. Sadəcə çalış, sən ol, pis insanlardan uzaq dur, mənfi xarakterli insanlardan uzaq dur və daima motivasiyanı yüksək tutmağa çalış. Bir sonraki addımda nə edə bilərsən? Bu addım çox sevdiyim bir fəaliyyətlərdən biridir, gündəlik tutmaq. Çünki gündəlik tutduğun zaman öz elədiyin hərəkətləri analiz etməyi bacarırsan. Bu gün nə etmişəm, iş məhsuldarlığım necə olub, hansı addımlar atmışam və bu addımlar yaxşıdırmı, pisdirmi, öz üzərində bu addımları necə dəyişə bilərəm deyə düşünə bilərsən. Bəs bizim burada üçüncü edəcəyimiz şey nədir? Üçüncü edəcəyimiz şey isə bizim qorxularımızı aradan qaldırmaqdır. Yəni bu nə deməkdir? İnsan var, risk almaqdan qorxur, insan var, auditoriya qarşısına çıxış etməkdən qorxur, insan var, bir şey etməkdən çəkinir. Amma biz onu unutmamalıyıq ki, bir yerdə qorxu varsa, deməli həmin yerdə həll olunması bir məsələ var. Bu məsələ həll olunmazsa, biz məqsədimizə doğru gedərkən müəyyən bir büdrəmələr, müəyyən bir zəifləmələr yaşayacağıq. Bəs bizim burada edə biləcəyimiz dördüncü şey nədir? Hal-hazırda bütün insanların yaradılışı ilə bağlı edə biləcəyi müxtəlif istedadlar var, müxtəlif bir bacarıqlar var. Biz bu bacarıqlarımızı artırmalıyıq, daha yaxşı şəkildə inkişaf etdirməliyik. Həyatımda tətbiq elədiyim bir şey var, bu nədir? Səhər tez oyanmağın faydası. Səhər 5-də, 6-da oyanan insanlarla günorta 11-12 arasında duran insanların məhsuldarlığı arasında çox böyük fərq olur. Hər şey sizin özünüzdən asılıdır. Əgər siz qətiyyətlisinizsə və bunu etmək istəyirsinizsə, siz bunu edəcəksiniz. Qarşınızdakı qoyduğunuz məqsədi nə qədər istəyirsiniz? Nə qədər məqsədinizə çatmaq arzunuz var? Bu sizdən asılıdır. Əgər özünüzdə bu istək yoxdursa, nə atanız, nə ananız, nə dostunuz, nə ətrafınız belə bunu sizin üçün edə bilməz. Özünüzün ən yaxşı halını, tam potensiallaşmış halını üzə çıxarda biləcək yeganə insan sizsiniz.